Vaxtınız xeyir, xoş gördük sizləri. Mən Nailiyə Axundova. Bugün sizlərlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün olan 20 sınaq kitabının 20-ci, sonuncu sınaq imtahanının suallarının izahlarını paylaşacağım. Əziz şagirdlər, abituriyentlər, riyaziyyat üçün çalışanlar. Bu videoda sizin üçün hər şeyi çox sadə bir dillə, sevgiyə və başa düşəcəyiniz bir dillə izah etməyə çalışacağım. Çünki sizin uğrunuz mənim üçün böyük bir sevincdir. Gəlin gedək suallarımıza. Çalışma 1. Verilmiş binomun açılışında x üstü 4, y kubu bir ədlisinin əmsalını tapın. Belə bir x üstü 4, y kubu dəyişəni neçənci həddin əmsalı olacaq? Əlbəttə ki, dördüncü. Dördüncü yazacaq. Kombinezon 7-dən 3. 3 olur ikincinin qüvvəti. Bu ikisinin fərqi olacaq birincinin qüvvəti. 7-dən 3 35 değil mi? 7 faktorial bölünsün 3 faktorial. Vurulsun 4 faktorial. Vur. X üstü 4. Bu mənfini də atıram qarşıya. Y-in kubu. 7 faktorialdan 4 faktorial ixtisar gedir. Geriyə qalır. 5, 6, 7, 3 faktorial 6 da ixtisar gedir. Cavabımız mənfi 35'dir. A variantı. Çalışma 2. AC qövsü mərkəzi O nöqtəsində olan çevrənin 5'də 1 hissəsi qədərdir. Yəni bu qövs ümumi 360'ın 5'dən 1'i, yəni 72 dərəcədirsə, bizdən soruşulur B bucağının dərəcə ölçüsü, B bucağı daxilə çəkilmiş bucaqdır. Gəldiyi qövsün yarısına bərabərdir. Cavabımız 36 dərəcə. D variantı. Çalışma 3. Verilmiş bərabərsizliyi həll etmək üçün gəlin birinci bunu araşdıraq. Baxın, kök altında 7 minus 2 tutaq ki. Mən deyirsiniz bunun fərqli bir səhifədə izahat verim. Misal üçün kök altında 7 çıxılsın 2. Bu kvadratlar fərqi bölünsün kökdə 7 plus 2'dir. Yəni 3 bölünsün kökdə 7 plus 2'dir. Kökdə 7 plus 2 bərabər. Yenə kvadratlar fərqi. Nə olur olsun kvadratlar fərqi. Bölünsün kök altında 7 çıx 2'dir. Bax minus da olsa plus da olsa kvadratlar fərqi bölünsün minusu, əgər plusu soruşulursa minusu da ki kvadratlar fərqi bölünsün plusudur. Və yaxud da ki kök altında 15 çıx 4. Bu kvadratlar fərqi 15 çıx 16 bölünsün kökdə 15 plus 16'dır. Yəni mənfi 1 bölünsün 16 nədir? 4. Kökdə 15 plus 4'dür. Və yaxud da ki kök altında 73 çıxılsın 5 bərabərdir. Kvadratlar fərqi bölünsün kökdə 73 plus 5'dir. Neçədir bu da? 48 bölünsün kökdə 73 plus 5. Eğer olsa kök altında 73 üzerine gel 5. Bu da 73 çıx 25 bölünsün. Kökdə 73 çıxılsın 5. Yani 48 bölünsün. Kökdə 73 çıxılsın 5'dir. Bu qaydanı nəzərə alaraq həmin bu kökdə 2 minus 1 üstü x'e bakın bu kökdə 2 minus 1 bu demek değil mi? Kvadratlar fərqi zaten 1'dir. Böl kökdə 2. Üzerine gel 1. Düzdür. Bəs mən bunu yaza bilərəmmi? Kökdə 2 üzərinə gəl 1 üstü mənfi. Mənfi 1. Bir dənə də qüvvətində x var. Yazacağım mənfi x. Onda olur kökdə 2 plus 1 üstü x. Üzərinə gəl 1. Kiçikdir. Bunu yazaram. 2 bölünsün. Kökdə 2 plus 1 üstü x. Bəs onda kökdə 2 plus 1 üstü x'i 1 t əvəzləmə saparsam alınır mı? T üstə gəl 1 bərabər 2 bölünsün. Kiçikdir 2 bölünsün t. Gəlin bu ədədlərin hər birini t'yə vuraq. Bərabərsizliyi bilirik ki, müsbətsə işarəsini biliriksə t'yə vura bilərik. Yəni bilirik ki, əsas müsbət ədəddir. T kvadratı plus t çıx 2. Kiçikdir 0-dan. Vuruqlarını ayırsam hasili mənfi 2 cəmi müsbət 1 olan ədədlər. T üstə gəl 2 vurulsun. T çıxılsın 1. Kiçikdir 0-dan. Amma indi gətirək burada yerinə qiymətini yazaq. Kök altında 2 plus 1 üstü x üstə gəl 2 vurulsun. Kök altında 2 plus 1 üstü x çıx 1 kiçikdir 0'dan.
Üstü funksiya bilirik, həmişə müsbət qiymət alır. Üstdən 2 gələndə bu mötərizə müsbətdir. Geriyə qaldı kökdə 2 plus 1 üstü x çıx 1. Kiçikdir 0-dan kökdə 2 plus 1 üstü x kiçikdir 1-dən. O 1-i kökdə 2 plus 1 üstü 0 yazsam, əsas 1-dən böyükdür. Bərabərsin işarəsi qalır. X kiçikdir 0-dan. Yəni, mənfi sonsuzluqdan 0-a qədər. Cavabımız B variantı. Çalışma 4. Verilmiş bu tənliyi həll etmək üçün ədəd oxunda modulun içinin sıfırlarını qeyd edirəm. Biri 0-dır, biri 1-dir. Birinci 1-dən müsbət sonsuzluğa aralığında x çıx 1 və 2x-dən nə çıxacağını müəyyən edirəm moduldan. X plus 1 üzərinə gəl. X əgər 1-dən böyüksə x çıx 1 bərabərdir 2x. Onda olur x kvadratı 1-lər getsin. Çıx x bərabər 0-a. X-i çıxarsam mütərizə xaricinə. X çıx 1 0-dır. Ya x-imiz 0-dır, ya x-imiz 1-dir. 0 bu aralığa daxil deyil deyə baxıram hansı daxildir? 1. X-im 1-dir. Gedək indi 0-1 aralığından. Modul x minus 1-dən nə çıxar? X kvadratı üzərinə gəl 1. Üzərinə gəl 1 çıx x bərabərdir 2x. Onda olur x kvadrat çıxılsın. 3x plus 2 0-dır. Vuruqlarını ayırıram. Çıx 2 çıx 1 0-dırsa ya x-imiz 2-dir ya da x-imiz 1-dir. 2 daxil deyil. Bu aralığa axı şərt qoymuşam. Bu aralıqda olacaqdır x. Cavabım yenə 1-dir. Keçən 0-dan kiçik aralıq üçün müəyyən edirəm. X kvadrat üzərinə gəl 1, üzərinə gəl. Yenə 1 çıx x çıxır çünki böyüyü 1-dir. Bərabərdir. Bu dəfə mənfi 2x. Çünki x mənfi də artıq. X kvadratı üzərinə gəl x, üzərinə gəl 2-nin həqiqi kökü yoxdur. Bunu həll eləməyəcəm. Cavabımız olacaq 1-dir. C variantı. Çalışma 5. Verilmiş bu ifadəni sadələşdirmək üçün baxıram qüvvətinə. Qüvvət mənfi 1-dir deyə. 1 bölünsün 1 plus i. Sürət və məxrəci vururam. Məxrəcin qoşmasına 1 çıx i-yə. Sürətdə vururam. 1 çıx i məxrəc edir. 1 çıx i kvadratı. Yəni 2. Ayrı-ayrı kəsirlərdə yazsam 2-də 1 çıx, 2-də 1 idi. A variantı. Çalışma 6. Verilmiş bu tənliyi həll etmək üçün gəlin dərəcəni aşağı salma düsturundan istifadə edək. Kosinus 4x-i saxlayıram. Sinus kvadratının yerinə 1 çıx kosinus 2x böl 2 bərabərdir 1. 2 ilə ixtisar aparsam 6-nı 3. Kosinus 4x üzərinə gəl 3 çıxılsın. 3 kosinus 2x bərabərdir 1-ə. Kosinus 4x çıx 3 kosinus 2x. Bir də 1-i keçirsə o tərəfə plus 2 bərabərdir 0-a. Yəni kosinus 4x-ə 2 qat bucağın argumenti kimi baxaq və kosinusla bağlı düsturunu yazaq. Kosinus 2 alfa bu deyilmi? 2 kosinus kvadratı alfa çıx 1. Onda burada olur 2 kosinus kvadratı 2x çıx 1. Bir də çıx 3 kosinus 2x üzərinə gəl 2. Yəni 2 kosinus kvadratı 2x çıxılsın 3 kosinus 2x. Bir də üzərinə gəl 1. Gəlin ayrıq vuruqlarına. 2-dən apardım vurdum axıra 1. Hasili 2. Cəmi mənfi 3 olan ədədləri araşdırıram. Kosinus 2x çıx 2. Kosinus 2x çıx 1. Bölürəm 2-yə də. Ayrı-ayrı 0-a bərabər eləsəm. Kosinus 2x 1-dir. Kosinus 2x 2-də 1-dir. Ya 2x-imiz 1-dirsə 2 pika x bərabərdir pikadır. Və ya kosinus 2x-imiz 2-də 1-dirsə 2-də 1 alır. Plus minus pi bölü 3 plus 2 pika x-də bərabər plus minus pi bölü 6 plus pi k. Belə bir cavabımız A variantında. Çalışma 7. Nasos hovuzda olan suyun 3'də 2 hissəsini 7-5 dəqiqəyə boşaldır. 5 dəqiqə işlədikdən sonra hovuzda 20 kub metr su qalarsa, hovuzun həcmini müəyyən edir. Gəlin birinci araşdıraq görək. Əgər 3'də 2 hissəsini 7-5'ə boşaldırsa və hamısı neçə dəqiqəyə boşaldar? 3'də 2'si 7-5'dirsə, onda hamısı 1 x-dir. X də bərabər 7-5'i 3'də 2'yə bölürəm. Vururam 3'ə. Bölürəm 3'də 2'yə. Bu bərabərdir. Neçə edir? 22-5'i
Bölürəm 2-yə. Bu da edir 11 tam %25 dəqiqəyə boşaldar. Deyir 5 dəqiqə işlədikdən sonra hovuzda 20 kub metr su qaldı. Fikir verin, ta ki bu bizim hovuzumuzdur da, yandan belə baxışını çəkirəm. 20 dəqiqə deyir, 5 dəqiqə. 5 dəqiqə işlədi, burada 20 kub metr su qaldı. Bu da çıxaranda bütün hovuzu bu saat, bu dəqiqəyə çıxarır. 11 tam %25-ə. Hovuzun özü x-dirsə, əgər 20 kub metr qalıbsa, çıxardığı su x çıx 20 deyilmi? Onda normal tənasüblə yazırıq. Əgər 5 dəqiqəyə x çıx 20 çıxarıbsa, onda 11 tam %25-ə də x çıxarır. Çarpaz vursaq, 5x bərabərdir 11 tam %25x çıx 20'ni vuranda neçə edir? 225. 225. Bir tərəfə keçirib çıxsaq 6 tam %25x bərabərdir. 225 x də bərabər. 225-lə 625-i 6 tam %25-i vergülünü atsam yuxarıya 2 dənə 100 atıram. İndi ixtisar aparsam 25-ə 25, 25-ə 4, 25-dən gedir 9, 9 da 4-ə vuranda cavabımız 36-dır. Çalışma 8. Ox kəsiyinin sahəsi 3 dərəcədən kökdə 9 böl pi kvadratı. Hündürlüyü ilə doğran arasında qalan bucaq 45 dərəcə olan konsul xaricinə kürə çəkilibdir. Baxın, bu olsun bizim konsumuz. Deyilir, ox kəsiyinin sahəsi, ki ox kəsiyi bu arada RH-dır, kökdə 3-cü dərəcədən 9 böl pi kvadratıdır. Hündürlüyü ilə doğran arasında qalan bucağı 45 dərəcə veribsə, onda burada 45-dir, hətta bu da 45-dir, bu da 45-dir. Növünə görə ox kəsiyi bərabər yanlı düzbucaqlı üçbucaqdır ki, elə R H-a bərabərdir. Çünki bura H-dır, bura R-dir, R-dir. R elə H-dır, növünə görə ABC üçbucağı da, eyni zamanda AOB də, BOC də bərabər yanlı düzbucaqlı üçbucaqlardır. Onda R kvadratı kökdə 3-cü dərəcədən 9 böl pi kvadratıdsa, hər iki tərəfdən 2 dərəcədən kök alsaq, R kökdə 3-cü dərəcədən 3 bölünsün pidir. Onda H da elə 3-cü dərəcədən 3 bölünsün pidir. Geri nə deyir? Deyir ki, konusun xaricinə kürə çəkilibdir. Baxın, belə bir kürə çəkilibsə, elə bil ABC üçbucağının xaricinə çevrə çəkilibdir. Yəni, bu ABC üçbucağının böyük yeri elə olur, verilmiş bu üçbucaqda AO. Onu bizə nə veribdir? 3 dərəcədən kök altında 3-cü dərəcədən 3 bölünsün pi. Yəni elə R kürə də bərabərdir kök altında 3-cü dərəcədən 3 böl pi. Bizdən həmin kürənin həcmi soruşulur. 3-də 4 pi R kubu. R kubu bu 3-cü dərəcədən kökü aparır. 3-də 4 pi vurulsun. 3 böl pi. Pi'lər 3'lər ixtisar gedir. Geriyə qalır 4. Y variantı. Çalışma 9. Verilmiş funksiyanın təyin oblasını tapmaq üçün birinci analiz edirik. Burada həm kökaltı funksiya, eyni zamanda loqaritmik funksiya var. Kökaltı funksiyaya böyük bərabər 0, x kvadrat çıxılsın ki, x minus 8-ə böyükcə 0 şərti qoyuruq. Birinci bərabərsizlikdən mənfi x kvadratı böyük bərabər mənfi 36-dırsa, x kvadratı kiçikdir bərabər 36-dan, yəni modul x kiçikdir bərabərdir 6-dan. İkinci bərabərsizliyi ayırsaq vuruqlarına. X çıx 4, x üzərinə gəl ki, böyükdür 0-dan ki, ədəd oxunda qeyd edirəm. Mənfi 2, 4, intervallara ayrı plus minuslasam, aralığımız olur. Mənfi sonsuzluqdan mənfi 2-yə, 4-dən müsbət sonsuzluğa. Modul x kiçik bərabər 6-nın həllər çoxluğu. X 6-dan kiçik bərabər mənfi 6-dan böyük bərabərdir. Yəni, 6-nı da almaq və mənfi 6-nı da almaq şərti ilə belə bir aralıqdır. Harada üst-üstə düşür? Mənfi 6 qapalı mənfi 2 açıq mötərizə, 4 açıq mötərizə, 6 qapalı mötərizə. Belə bir cavabımız A variantında. Çalışma 10.
ABC, A1, B1, C1 düzgün üçbucaqlı prizmasının bütün tilləri 1-ə bərabərdir. D1 və Y1 uyğun olaraq A1, C1, artısa Y1, D1 buradadır, Y1 də buradadır. Deməli, gətirib bunu birləşdirdik, belə bir, daha doğrusu orta xəttdə olacaq da birləşdirsə. Bizə amma onu yox, AD1 deyir. Onu da AD1-i birləşdirək. AD1-i buradan birləşdirdim. Y1, C-ni də buradan birləşdirdim. O ikisinin arasında qalan bucaq soruşulur ki, bunlar da çarpaz düz xətlərdir. Çarpaz düz xətlər arasında qalan bucaq, onların proyeksiyaları arasında da qalan bucaq kimi başa düşülür. Gəlin Y1-i, Y1-C-ni proyeksiyalayıram qabağa, bax, qarşı hissəyə bu cür. Mən o Y1-C-ni paralel olaraq proyeksiyalayıram bura. Fikir verin, bunu birləşdirdikdə paralel deyilmi A1, B1-ə? Yəni, orta xətdir. Nə qədər proyeksiyaladım qarşıya? 0.5 qədər. Orta xətt. Onda burada 0.5-dir. Mənim baxın bu bucaq soruşulur. Bu bucağa alfa deyirəm. Gətirirəm bu. Aynı anda birləşdirirəm. Həmin bu. Bura bir K deyək. K-nı. Mənə lazımdır bucaq. Kosinus bucaq. A. D1. Həmin bu K. Necə tapaq? Gəlin, birinci A1, D1-i tapaq. A1, D1 bərabərdir. Pifagordan gedəcəm. Bax, yarı tam ortadadır. Burası 0.5-dir. Eyni qaydada da burası 0.5-dir. Mənə AD1 lazımdır. A1, D1 nağdı bildim 0.5-dir. İndi AD1-i araşdırıram. Gedirəm belə bir üçbucaqdan. Baxın, bu üçbucaqdan Pifagordan gedirəm. 1-in kvadrat plus 0,25 oldu. Kökdə 1,25. Baxın, görün, eyni qaydada bu üçbucaq üçün də o keçərli deyilmi? Baxın, bu yaşıl üçbucaq üçün nə olur? Bu Y1C bərabərdir. Kökdə 1 plus 0,25 bu da eləyəcək. Kökdə 1,25. Tamam, bildim ki, bunun da uzunluğu 1,25'dir kökdə. Bunun da uzunluğu kökdə 1,25'dir. Verilmiş üçbucaq düzgündür deyə bilirik ki, bu bucaq 60'dır, bu bucaq 60'dır, bu bucaq 60'dır və hətta bununla bu daxili çarpaz deyilmi? Axı, paraleldir. Bu da 60'dır. Mən bu x-i bilsəm, düzdür, bu alfa bucağını oradan taparam. X-i də necə tapım? Bilirəm ki, bura 1'dir, bura 0,5'dirsə, x-i tapa bilərəm də bu üçbucaqdan. Baxın, aşağıdakı bu üçbucaqdan x-i tapmaq olar. Mən burada hamısını detaylı yazıram ki, biraz yazı çox görünür. Amma bütün detayları deyirəm ki, siz biləsiniz hansı hissəni hardan aldıq. Demək, üçbucaq ACK'da. Birinci AK-nı araşdırıram. AK kökdə AC-nin kvadratı kosinuslar teoreminə görə plus KC-nin kvadratı 0,5'in kvadratı çıx 2 vur 1 vur 0,5. Yəni kökdə 1 plus 0,25 çıxılsın. Neçə? 1 vur 0,5, bir də vur 2. Bir də kosinus burada 60 dərəcəni yerləşdirin bura. Demək 0,5 vur kosinus 60 dərəcə. Çıxılsın. Kosinus 60'da da 2'də 1 alır deyə. Buranda eləyəcək ilə 0,5. Bu bərabərdir. Kök altında 0,75. Bildim ki, bura 0,75'dir. İndi üçbucaq ADK'da kosinus bucaq ADK'nı araşdırıram. Burada birinci hərflərlə yazmaq istəyirəm. AD kvadratı plus DK kvadratı çıx AK kvadratı böl 2 vur AD vur DK. Yəni kökdə 1,25'in kvadratı ilə 1,25. DK o da 1,25 olacaq kvadratı. Çıx 0,75 bu arada kökdədir. Bölünsün 2 vur yerləşdirə bilsəm 1,25 kökdə vur kökdə 1,25. Bu da bərabərdir. Surət eləyir 1,75 məxrəc eləyir 2,5 vergülü atsam. Yuxarı 175, aşağı 250'dir. 25'i ixtisar aparsam 10'da 7. Cevabımız 0,7.
7'dir. Yəni C variantı. Çalışma 11. Vermiş ifadənin qiymətini tapın. Kökdə 8-i 2 kökdə 2 yazaq. Çıxılsın kökdə 2. Kökaltı ifadə hansısa bir ifadənin kvadratdır. Onu necə müəyyən edirəm? 2 kökdə 2-ni bölürəm 2-yə. Geriyə qalır kökdə 2. Bu da kökdə 2 vur 1-dir. Böyüyü qarşıda yazmaq şərti ilə kökdə 2 minus 1-in kvadratı çıx kökdə 2. Bu da kökdə 2 çıx 1. Çıx kökdə 2. Cavabımız -1-dir. A variantı. Çalışma 12. Vermiş kvadrat tənliyin x bərabər 2 yeganə həll edir. ABC əmsallarının cəmi 2 olarsa bu əmsalları tapın. Bu çalışmanı müxtəlif üsullarla həll etmək olar ki, onlardan birinin bu formadayım. Bu hər hansısa bir kvadrat kütlinin, kvadratik funksiyanın uyğun bir tənlikdirsə, bax onu yığsam o bu cür olacaq, düzdürmü? 2-dən, çünki 2 verib də kökünü yeganə həll edirsə, təpə nöqtəsi apsis oxunun üzərindədir. Bura x-dir, burada bu x, y olsun. Bura c, y oxunu kəsdiyi nöqtə sərbəst həddi deyilmi? Tamam. Onda bu y bərabər a vurulsun, x çıxılsın 2-nin kvadratıdır. Bəs həmin bu 2 onun apsis oxunun təpə nöqtəsi -b bölü 2a deyilmi? Parabolanın təpə nöqtəsinin koordinatı. Bu da bizə 2 verilibsə, onda belə çıxır ki, b -4a-dır. Hətta burada ax kvadratı çıx 4ax üzərinə gəl 4a yazsam, bunu açsam, bu bizim c-imiz deyilmi, sərbəst həddimiz? Yəni c-imiz də 4a-dır. Sonra deyir əmsallar cəmi 2-dir. A üstə gəl, b üstə gəl, c 2-dirsə, onda a üstə gəl b-nin yerinə -4a, c-nin yerinə ilə 4a yazsam, onda 4alar gedəndə a2-dir. a2-dirsə b -8-dir, c 8-dir. Belə bir cavabımız B variantında. Çalışma 13. B2, B10 hasili 16 olan həndəsi silsilədə belə bir hasili tapın. Bəs B2, B10, B6-nın kvadratı deyilmi? İndekslər cəminin yarısı 16-dırsa, onda B6-mız plus minus 4'dür. B4, B6, B8 hasili B6'nın kubudur. Baxın, indekslər cəmi 18, 3 dənə həddimiz var. Bölsəm 3-ə B6, bu da kubu, 3 dənə həddə B6'nın kubu. Bu bərabər plus minus 4'ün kubu, cavabımız plus minus 64'dür. C variantı. Çalışma 14. Vermiş limiti hesaplamaq üçün birinci baxıram, x nəyə yaxınlaşır 0-a? X-in yerində 0 yazanda 0 böl 0 qeyri-müəyyənlik alındı mı? Onda gedirəm lapitala. Surətin törəməsi 3 kosinus 3x bölünsün 2x üzərinə gəl 2. Limit x yaxınlaşır 0 olduqda. İndi harada x var yerinə 0 yazsam? 3 kosinus 0 böl 2. Kosinus 0'da 1 alır. Cevabımız 3 böl 2. 1,5. Digər versiya ilə necə yazardım? Surət və məxrəcin hər birini bölərdim x-a. Kəsrin əsas xassəsidir. Limit x yaxınlaşır 0'a. Sinus 3x bölünsün. Məxrəc bunu x-a bölürəm. X kvadrat plus 2x'i də bölürəm x-a. Bu bərabərdir limit x yaxınlaşır 0'a. Sinus 3x bölünsün x məxrəc edir. X plus 2. Surətin limiti 3. Məxrəcdə x-in yerinə 0 yazsam 2. Cavabımız yenə 1,5'dir. Çalışma 15. Sinus -2 böl kökdə 11 isə tangens kvadratı 2 alfanı tapın. Tangens kvadratı 2 alfanı araşdırmaq üçün gedirəm tangensi taparam. Getirərəm burada kvadrata yüksəldəcəm. Tangens 2 alfanın açılışı. Yəni birinci buradan kvadratsız versiyasını tapaq. Düsturumuz 2 tangens alfa böl 1 çıx tangens kvadratı alfa. Gedirəm 3 bucaqdan. Bucağın tangensini araşdıraram. Düzdür, bunu enilliklərlə də getmək olar, amma bu yolla gedəcəm, daha tez alınsın. İşarəyə heç baxmadan 2 böl kökdə 11'dirsə, bura kökdə 11'dir, qarşı 2'dir. Bu bucağa götürə gedirəm sinusu.
aşağı olacaq kökdə 11 çıx 4. Bu da bərabər kökdə 7. Bucağın tangensinə, onsuz da kvadrata yüksəldəcəm deyə mənfisinə baxmayacağım. Kökdə 7 bölünsün. Bucağın tangensi 2 bölünsün. Kökdə 7. 2 böl. Kökdə 7'dir. Getirib burada yerinə yazıram. 2 vur. 2 böl kökdə 7. 1 çıx 7'də 4. Surət eləyir. 4 böl kökdə 7. Məxrəc eləyir. 3 böl 7. Bu da bərabərdir. Bu ikisi ixtisar gedəndə burada 1. Kökdə 7 qalır. 4 kökdə 7 bölünsün. 3. Bunu da kvadrata yüksəldəcəm. Çünki kvadratı soruşulur. Tangens kvadratı 2 alfa bərabərdir. 4 kökdə 7 böl 3'ün mötərizədən kənar kvadratı. 16'ın 7'yə vuranda 112 bölünsün 9. Y variantı. Çalışma 16. Verilmiş funksiyanın və onun törəməsinin qrafikləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. Gəlin, birinci y ştrixi tapaq. 2x çıx 2. Bu ikisi ilə hüdudlanmış fiqur deyəndə sərhədləri müəyyən eləmək üçün bərabərləşdirirəm. X kvadrat çıxılsın 4x plus 3'ün sıfırları. X çıxılsın 3. Vurulsun x çıxılsın 1. Sıfırdırsa ya x'imiz 3'dür ya da x'imiz 1'dir. İndi integral 1'dən 3'ə. Grafikini burada göstərin ki, hansını çıxacağımızı bilin. X çıx 1'in kvadratının grafikidir. Belə bir funksiyadır. 2x çıxılsın 2'dən belə bir funksiya olacaq. Deməli, x-ə 0 versəm, y mənfi 2'dir. Y-ə 0 versəm, x 1'dir. Və bu ikisindən keçən belə bir düsturdur. Mənə lazımdır bu hissənin, bu ştrixlədiyim hissənin sahasını araşdırmaq ki, o da 1'də başlayır, 3'də bitir. Yuxarıda olan düz xətti 2x çıx 2'dən çıxıram bu ifadəni. Qarşıdakı çıxmanı nəzərə alacağım. Plus 2x çıxılsın 1 dx. Bu bərabərdir. Nələr islah olunur burada? Sadələşir. 4x çıx x kvadratı çıxılsın 3. 1'dən 3'ə. Gəlin indi integralını tapaq. 2x kvadratı çıx x kubu böl 3 çıx 3x. 1'dən 3'ə. Birinci yuxarı sərhəddi yerinə yazıram. 18 çıx 9 çıx 9. Bu etdi 0. 1 yazanda 2 çıx 3'də 1 çıx 3. Bu da bərabərdir. Mənfi 1 tam 3'də 1 qarşısında da bir mənfisi var. Bu da müsbət 1 tam 3'də 1. Yəni 3'də 4 A variantı. Çalışma 17. Mərkəzi düzbucaqlı üçbucağın hipotenuzunun üzərində olub. Bunu bir balaca mərkəz eləyək. Bu cür. Dadlandıraq. A-da B-də 2'dir. Katetlərdən biri 2'dir, biri 4'dür. Mərkəz hipotenuzun üzərində. Bizdən soruşur, həmin bu çevrənin uzunluğunu tapın və katetlərə də toxunur. Yaxşı, o nöqtəsindən belə bir perpendikular yendirsəm, bura biri yerdir, düzdür? Yaxşı, bəs bu qədər məsafədə R deyilmi? Eyni qaydada bu qədər məsafədə R-dir, onda ümumi 4'dürsə, baxın, bu qədər məsafə, bu 4'dürsə, onda bura bir K deyirəm. K-cəyin payına nə qalır? 4 çıxılsın R. Çünki toxunma nöqtəsinə çəkilən radius toxunana perpendikulardır deyə burada belə bir B, M, O, K kvadratı alınır. Baxın görün, rənglədiyim yaşıl üçbucaqla böyük üçbucaq bir-birinə oxşar deyilmi? Üçbucaq O, K, C oxşardır. Üçbucaq A, B, C-yə. Balacanın üfüqi katetinin, KC-nin böyüyün üfüqi katetinə nisbəti, balacanın şaquli katetinin böyüyün şaquli katetinə olan nisbəti. Yəni 4 çıx R-in 4'ə nisbəti bərabərdir. R-in 2 olan nisbəti. Onda çarpaz vursaq 8 çıx 2R bərabər 4R-dirsə 6R bərabərdir. 8'ə R də bərabərdir. 3'də 8
3-də 4-ə. 2 ixtisar aparsaq, 3-də 4-ə. Bu cür. Bizdən də soruşur çevrənin uzunluğu. L də bərabər 2 pi r-də yerinə yazsam, 2 vur, pirin yerinə deyib 3 yaz, bir də vur. 3-də 4. Cavabımız 8-dir. B variantı. Çalışma 18. 1-dən 10-a qədər bütün ədədlərə bölünən ən kiçik natural ədədi tapın. 1-ə bölünməlidir, 2-ə, 3-ə, 4-ü 2 vur 2 yazıram, 5-ə, 6-nı 2 vur 3 yazıram, 7-yə, 8-i 2 vur 2 vur 2 yazıram, 9 3-ün kvadratıdır, bir də vurulsun, onu 5 vur 2 yazıram. Hansı ədədlərim var? 2 üstü 1'im var, 3 üstü 1'im var, burada da 1'i yazaq hələ. Sonra 2'nin kvadratı, 5 üstü 1, 2 üstü 1 vur, 3 üstü 1, 7 üstü 1, 2'nin kubu, 3'ün kvadratı, 2 üstü 1 vurulsun, 5 üstü 1'im var. Bunların əkubun tapanda nə qədər sadə vuruq var burada hamısını yazıram. 5 vur 7. Hər birinin ən yüksək qüvvətini götürürəm. 2'lerin içində baxıram, ən çoxu 3'dür. 3'lerin içində ən çoxu 2'dir. 5'lerin içində 1'dir, 7'lerin içində 1'dir. Onda belə çıxır ki, bu 2'nin kubunu 8'i vurdum 5'ə 40, 9'u vurdum 7'yə 63, cevabımız 2520. Yəni A variantı. Çalışma 19. Vermiş bu ifadənin qiymətini tapmaq üçün gəlin birinci ortaq məxrəcə gətirək. 2. Bunu vuracağım. Kökdə P plus kökdə Q'ya niyə? Bu P çıxılsın Q'nü. Kökdə P çıxılsın kökdə Q. Vurulsun kökdə P plus kökdə Q yazıram. Bunda məxrəcim olur. Kökdə P çıx kökdə Q. Vurulsun kökdə P plus kökdə Q. 2'ni vururam kökdə P plus kökdə Q'ya. Olur 2 kökdə P plus 2 kökdə Q. Çıx 2 kökdə P. 2 kökdə P'lər gedir. Qaldı 2 kökdə Q bölünsün, P çıxılsın Q və sonki yerinə qiymətini yazıram. 2 vur kökdə 9 bölünsün, 8 çıx 9. Bundan bir 3 çıxır, vurulur 2'yə. -6 böl 1. Yəni -6. B variantı. Çalışma 20. Baxın, belə bir üçbucaqlı prizmadır. Adlandıraq bunu. Olsun ABC və A1, B1, C1. C1 ABC, belə bir. C1 ABC. Belə bir piramida kəsilib çıxarılır. Qalan hissənin həcmini tapın. Prizmanın həcmi nədir? V. S oturacaq, vur, H-dır, 9'dur. Bəs olsun V prizma. Bəs V piramidanın həcmi, yəni ABC C1 piramidasının həcmi bu deyil mi? 3'də 1 oturacaqlar eynidir, vur H. 3'də 1'i 9'a vururam, bunun yerinə 9 yazsam 3'dür. Bəs geriyə qalan həcmi nədir? V qalan hissə bərabər deyil mi? 9'dan 3'ün çıxırıq, cevabımız 6'dır. A variantı. Çalışma 21. Tərəfi 8 cm olan kvadrat 64 kongruent kvadrata bölünübdür. Onda belə çıxır ki, bir dama bir vahiddir. Kvadratın daxilinə kiçiyinin sahəsi 3 olan 9 pi olan 2 dairə çəkilibdir ki, kiçiyinin sahəsi 9 pidirsə, onda radiusu belə çıxır ki, 3'dür. Dediyimiz gibi bir dama bir vahiddirsə, onda böyüyün radiusu 4 değil mi? Böyük yerimiz 4'dür, kiçik yerimiz 3'dür. Rəngli hissənin sahəsi S rəngli bərabərdir. Pi böyük yer kvadratı çıx, kiçik yer kvadratı. Yəni pi vurulsun 16 çıx 9. Cevabımız 7 pidir. D variantı. Çalışma 22. Vermiş bərabərsizliyi həll etmək üçün x plus 5 böyükdür bərabər 0. 7 çıx x kiçik bərabər 0'ın kəsişməsini tapmalıyıq. Alınmış cavabla x plus 5 böyük bərabər 7 çıx x'in kvadrat. Yəni hər iki tərəfi kvadrata yüksəldirəm. Alınmış cavabla aşağıdakının
bərabərsizlik heyətini işləməliyik. Yəni birləşməsini tapacağam. Gəlin, birinci vaxt bunu həll edək. Bu kəsişməni. X böyükdür -5-dən. İkincində x böyükdür, bərabərdir 7-dən. Həm -5-dən böyükdür, həm 7-dən böyükdürsə, bunun əllər çoxluğu 7 müsbət sonsuzluqdur. Keçək ikincinə. X plus 5 böyük bərabər 49 çıxılsın 14x. Üzərinə gəl x kvadratı. Mənfi x kvadratı üzərinə gəl 15x. Çıx 44. Böyükdür bərabər 0-dırsa mənfiyə vurub işarəni dəyişsəm. Çıx 15x plus 44. Bu da kiçik bərabər 0-a. İndi hasili 44. Cəmi -15 olan ədədlər. Təbii ki, x çıx 11, x çıxılsın 4. Kiçik bərabər 0-dırsa, ədəd oxunda qeyd etsək, 4-lə 11-ə plus minuslasaq, bizə lazımdır. Mənfi aralığı 4-dən 11-ə qədər. Budur. Bizim digər aralığımızda 7-dən müsbət sonsuzluğadır. Burada birləşməsini götürəcəyik. Cavabımız 4-dən müsbət sonsuzluğa. A variantı. Çalışma 23. Oturacağı acı olan belə bir bərabər yanlı üçbucaqdır. C üzərində C-dən belə bir tənbölən çəkilib. AB-ni D nöqtəsində kəsir. Alfa alfadır. AD 3-dür. AC-nin üzərində bir Y nöqtəsi var ki, YD ilə DC bir-birinə paraleldir, perpendikulardır. Bizdən soruşulur C-nin uzunluğunu tapın. Gəlin D-dən oturacağı belə bir paralel çəkək. Bura bir M nöqtəsi deyək. Əgər DM AC-yə paraleldirsə, bu iki bucaq daxili çarpaz deyilmi? Onda belə çıxır ki, BD DM-lə DM və MC bir-birinə bərabərdir. Paralel çəkmişik və bərabər yanlıdırsa zaten AD də MC-yə bərabərdir. Yəni, bu da 3-dür, bu da 3-dür. Rənglədiyim bu sarı üçbucaqda, baxın, düzbucaqlı üçbucaqda medianı çəksəm, mediansa bilirik ki, bu üçü də bir-birinə bərabərdir. Üçü də bərabərdirsə, onda DOC üçbucağı özü bərabər yanlı deyilmi? Nədir? Rənglədiyim bu yaşıl fiqur növünə görə romb deyil, alfa-alfadır. Romun diaqonalı tənbölən rol oynayır, qarşı tərəfləri paraleldir. Onda belə çıxır. Bu da 3-dür, bu da 3-dür, bu da 3-dür. Onda Y, C'nin uzunluğu, Y, C'nin uzunluğu 3 plus 3 bərabərdir 6-dır. Çalışma 24. Verilmiş A, B, C nöqtələri üçün AB və BC vektorları arasında qalan bucağın dərəcə ölçülüləri soruşulur. Birinci adımıza salaq. Vektorun komponentləri necə tapılır? Sondan başlanğıcın uyğun koordinatları çıxılır. Araşdırıram AB-nin komponentini. Sondan başlanğıcı çıxıram. 4-dən 1-in çıxıram 3, 5-dən 2-sin çıxıram 3, 6-dan 3-ün çıxıram 3. Sonra BC-nin komponentlərini araşdırıram. 7-dən 4-ün çıxıram 3, 8-dən 5-in çıxıram 3 və 9-dan da 6-sını çıxıram 3. İki vektor arasında qalan bucağın kosinusu x1, x2, y1, y2, z1, z2 böl kökdə x1-in, y1-in, z1-in kvadratları cəmi vur x2-nin, y2-nin, z2-nin kvadratları cəmi. Bu bərabərdir. X-in x-nə vururuq. 3 vur 3, 9. Y-ni y-nə vururam, 9. Z-ni z-nə vururam, 9. Kökdə birinin kvadratları cəmi 9 plus 9 plus 9 vur. Digərinin kvadratları cəmi 9 plus 9 plus 9 surət edir 27. Məxrəcə eləyir 27. Yəni 1. Kosinus 1'i alır. 0 dərəcədir. Cavabımız alfamız 0'dır. Çalışma 25. 2 çıxılsın loqaritma 3 əsasdan x bərabərdir. Loqaritma 3 əsasdan 3'də 5 x üzərinə gəl 2 yazacağım. Niyə? Zaten x müsbətdirsə, onda moduldan müsbət x çıxacaq. 2 çıxılsın loqaritma 3 əsasdan x-də bu 2'ni yazaram 3 əsasdan 9.
bərabərdir loqaritma 3 əsasdan 3-də 5x üzərinə gəl 2. Çıxmanı bölmə ilə ifadə etsəm, loqaritma 3 əsasdan 9 bölü x bərabərdir 3 əsasdan 3-də 5x üzərinə gəl 2. İndi loqaritmaları atıram və şərtimiz buydu ki, x müsbətdir, onda kəsişməsini götürəcəyik. Hər iki tərəfdə loqaritmanı atdım. 9 bölü x bərabərdir 3-də 5x üzərinə gəl 2. 9 bölü x bərabərdir 3-də 5x üzərinə gəl 6. Çarpaz vursam 5x kvadratı üzərinə gəl 6x bərabərdir 27. 5x kvadratı plus 6x çıx. 27-ni ayırıram vuruqlarına. 5 apardım, vurdum axıra. Bu elədi 135. 135-i də 15 vur 9 kimi yazsam orada alınacaq vuruqları. 5 vurulsun x üzərinə gəl 15, amma 5-ə də bölürəm. Vurulsun x çıxılsın 9. 5-ə də bölürəm. Bərabərdir 0-a. Ya x-imiz mənfi 3-dür, ya da x-imiz 9 böl 5. Yəni 1,8-dir. X mənfi 3 ola bilməz, çünki müsbətdir. Cavabımız 1,8-dir. Çalışma 26. Yuxarıya atılan topun yerdən hündürlüyü verilmiş bu qanun ilə dəyişir. Burada t saniyə h metrlə ölçülür. Top neçə saniyə ərzində 3 metrdən çox hündürlüklə dayanar. Yəni h 3-dən böyükdür. 1 üzərinə gəl 11t çıx 5t kvadratdan böyükdür 3 götürək. 5t kvadratı çıx 11t. Bir də plus 2. Kiçikdir 0-a. Bir tərəfə keçirdim və mənfiyə vurdum və yaxud da ki. Vuruqlarını ayıranda neçə olur? Apardıq vurduq axıra 10. 10-la 1. Onda 5 vurulsun. Bax bu 5 apardım. Vurdum axıra. Bu oldu 10. Hasilə 10 cəm mənfi 11 olan ədədləri araşdırıram. Çıx 10. Çıx 1. 5-ə də bölürəm. Kiçikdir 0-dan. Ədəd oxunda sıfırların qeyd eləyəcəm. Biri 5-də 1-dir. Digəri 2-dir. İntervalları ayırdım. Plus minusladım. Sağdan başlayaraq aralığımız olur. 5-də 1, 2 intervalı. Bu aralıqdadır t-lər. T-lər yəni 2 çıxılsın 5-də 1. Bu da bərabərdir. 0-da 2-ni çıxanda 1,8. Amma 1,8 saniyədə 3 metrdən yuxarıda olmur da ona qədər. Çünki burada almıraq o qiymətləri. 1,8 saniyəyə qədər olacaq. Burada ya da olmalıydı ki, tam 1,8 saniyənin özünü alması üçün cümlə bu cür qurulmalıydı. 3 metrdən az olmasın. Bu formada 1,8-in özünü alardı, amma burada 1,8-ə qədər 3 metrdən yüksək hündürlükdə olacaq. Çalışma 27. Fx funksiyası və x0 nöqtəsində ona çəkilən toxunanın qrafikləri üçün uyğunluğu müəyyən edin. Baxın, bizdə bir zamanı bir vahid qəbul edib deyə, burada nöqtəni qaralayıbdır, veribdir bizə. Həmin nöqtə x-in 2-si y-in 3-üdür. Bir nöqtəni də burada verib dama hesabı. Bura -6, -3-dür. Bu iki nöqtədən keçən düz xəttin bucaq əmsalı 3-ün toxunanın tənliyini müəyyən eləyəcəyik. K y2 çıx y1 bölünsün x2 çıx x1-dir. Yəni 3 çıxılsın -3 böl 2 çıx -6. Bu da 8-də 6. Yəni k'ımız 4-də 3-dür. Tənliyimiz y bərabər 4-də 3x üzərinə gəl b-dir. B-yi tapmaq üçün də verilmiş nöqtələrdən birindən istifadə edək. Misal üçün bu nöqtəni götürürəm. 3 bərabərdir. 4-də 3 vur 2 plus b-dirsə, b də bərabərdir 1,5. Onda tənlik y bərabərdir 4-də 3x üzərinə gəl 1,5. Yəni 2-də 3-dür. Bizə deyir toxunanın tənliyini tapın. Cavabımız bu. Yəni C. 1-ə C aiddir. İkinci, toxunanın tənliyinə paralel olan düz xətt. Düz xəttlər nə zaman paraleldir? Düz xəttin bucaq əmsalları bərabər olsa, baxıram 4-də 3 olan D-də vardı mı? 2-yə D-də vardı mı? Yenə 4-də 3 yoxdur. Toxunanın tənliyinə perpendikulyar olan düz xətt üçün K1, K2 hasili -1-ə bərabər olmalıdır. K1, K2-miz olmalıdır. Tərsi K-nın
Tərsinin əksi, yəni -3-4 olmalıdır k-sə. B-də var, eyni zamanda Y-də var. 3-ə B-də Y-də 1C, 2D, 3-ə B, Y uyğundur. Çalışma 28. ABCDEF qabarıq altı bucaqlısının daxili bucaqları bərabərdir. Bunu diqqətli oxuyun. Mən ilk dəfə də oxuyanda bunu düzgün oxumuşdum. Amma ki, tərəfləri sonra verir ki, bu düzgün deyil. Necə götürək bunu? A-dır, B-dir. Bunu elə çəkək ki, burada düzgün olmasın axı. AB 3-dür, tutaq ki, bu cürdür. BC 4-dür. O bu cürdür. CD 5-dir. Belə olsun, tutaq ki, belə olsun da. Təqribən çəkdim. ABCD. Amma burada bucaqları 120 kimi olmadı da, təqribən çəkdik deyək ki. Amma bunu necə çəksək tez alınar. Zaten bir strategiyasını deyim, sonra burada çəkərik. D, Y, F olsun. AB-ni 3 verib, BC-ni 4 verib, CD-ni 5 verib. G-fi də 1 veribsə, bizdən D-yi və AF tərəflərinin uzunluğunu soruşur. Baxın, burada belə bir 3 bucaq. Burada belə bir tamamlasam 3 bucağa. Bunu da buradan tamamlasam. Alındı belə bir 3 bucaq. Elə burada formulaşdırdıq təqribən. Bura 120-dirsə, onun qonşu bucağı 60-dır. Bura 120-dirsə, onun da qonşu bucağı 60-dır. Onda oldu. Həmin bu MBC 3 bucağı bərabər tərəfli 3 bucaq. Bura 4-dür, bu da 4-dür. Əgər bura 120-dirsə, onun qonşu bucağı 60-dır. 120-dirsə, bura 60-dır. AF bura A'ydı, bura bir K deyək. AKF özü də bərabər tərəflidir. Bura X'dir, bura X'dir, burada X'dir. Sonra DY, burada P deyək. 3 bucağı üçün. Bu Y-dir, bu Y-dir, bu Y-dir. Eyni şərtə görə 120-dirsə 60-dır, bura 120-dirsə 60-dır. Bu da 60-dır. Oldu 3 bucaqlar. Kənardakılar da bərabər tərəfli, böyük də bərabər tərəfli. Onda tərəfləri cəmi bir-birinə bərabərdir. 4 plus X plus 3 bu bərabər 4 plus 5 plus Y. Eyni zamanda 4 plus X plus 3 bərabərdir. Demək, X plus 1 plus Y. Yaxud da ki, elə o Y-ləri bərabərləşdirək, elə birbaşa Y oradan tapaq. Baxın, bu ikisini bərabərləşdirək. Neçə olur? 4 plus 5 plus Y bərabərdir. X plus 1 plus Y. Bunda baxaq. Birinci üçün X, burada Y-lər gedir. Geriyə nə qalır? X bərabər 8 deyilmi? X 8-dir. Gətirin burada X-in yerinə 8 yazıram. Bu eləyirmi? 15. 15 bərabərdir 4 plus 5 plus Y-dirsə. Y də bərabərdir 6-ya. Bizdən də D və AF tərəflərdən uzunluqları soruşulur. Biri 6-dır, biri də 8-dir. Çalışma 29. Bütün ədəd oxunda təyin olunmuş fx və jx funksiyaları üçün fx-i verib cüt, jx-i verib tək. Bilirik ki, bütün ədəd oxunda təyin olunmuş tək funksiya üçün f0 0-dır. Tək funksiyadsa j-x bərabərdir mənfi jx, cüt funksiyada f-x bərabərdir ilə fx-dir. İndi gedək verilənlərə. hx funksiyası verilib, h-1 plus h0 plus h1-i araşdıraq. Birinci, harda x var? Yerdə -1 yazıram. 2 üstü -1, çıx, 2 vur -1, vur f-1, üzərinə gəlir j-1. İndi h0 hesablayaq. Harda x var? Yerdən 0 yazıram. 2 üstü 0, çıx, 2 vur 0, vur f0, plus j0, üzərinə gəl. 2 üstü 1, x-in yerinə 1 yazıram. Çıx, 2 vur 1, vur f1, üzərinə gəl, j1. j1 ilə j-1 bir-birinin əksi olan ədədlərdir, islah olunur.
F0, burada bir sıfırımız olduğundan bu da sıfıra gelir. R0 zaten sıfırdır. Geriyə nə qaldı? Bu mənfi 1'i atıram, qarşılı müsbət eləyər. 2 üstü mənfi 1, 2'də 1'dir. Plus 2 vur F mənfi 1, ki F mənfi 1 də zaten elə F1'dir. Üzərinə gəl 2 üstü 0, 1'dir. Üzərinə gəl 2, çıx 2, F1. Bu ikisi də bir-birini islah edir. Geriyə qalır 3 tam, onda 5. Çalışma 30. AB və CD MN mərkəzləri O və P nöqtələrində olan iki müxtəlif çevrələrin ortaq toxunanlarıdır. İspat edin ki, MY bərabərdir N K-ya. Gəlin AM-i A götürək. Onda MY də olacaq. Nəyə görə? Çevrə xaricindəki nöqtədən çevrəyə iki bərabər toxunan çəkmək mümkündür. Bura A-dır. Burada olsun, tutaq ki B. Onda belə çıxır ki, ümumi A üzərinə gəl B-dir. Bəs M nöqtəsindən də o kiçik çevrəyə iki toxunan çəkilibmi? O toxunanların da uzunluğu bərabərdir. Yəni MK MB-yə bərabərdir. Bu da bərabərdir B-yə. Bəs MY A-dırsa, bu Y K-nın payına B çıxılsın, A qalırmı? Y K bərabərdir, B çıxılsın A. Mən KN-ə də X deyirəm. KN-lə də N də bir-birinə bərabərdir. Yəni burada X-dir, burada X-dir. Bilirik ki, çevrə xaricindəki çəkilmiş nöqtədən çevrəyə iki bərabər toxunan çəkmək mümkündürsə, onda belə çıxır ki, bu ikisi də bir-birinə bərabərdir. Yəni YN bərabərdir NC-yə. Bu da bərabərdir. B çıxılsın A. Bir də üzərinə gəl X-dir. Onda burada B çıxılsın A. Üzərinə gəl X deyilmi? Bilirik ki, iki çevrənin bu cür toxunanları çəkilibsə, bu toxunma nöqtələrindən məsafələri, yəni toxunanları AB ilə CD bir-birinə bərabərdir. Biri A üstə gəl B-dir, digəri B çıxılsın A, bax bu qədər, B çıxılsın A, üzərinə gəl X plus X-dir. B çıxılsın A plus 2X-dir. Sağda solda B'lər islah olunur. Onda 2X bərabərdir, 2A-dırsa X bərabərdə biz də ispat eləməliydik ki, MY ilə həmin bu NK bir-birinə bərabərdir. MY A-dır, NK X-dir ki, bu deyəsən şəklin arxasında qalıb. MY ilə NK-nın bərabər olduğunu göstərməliydik. Biri A-dır, biri X-dir. İspat elədik ki, bir-birinə bərabərdir. Bununla da sizinlə 2024 DİM nəşrlərindən birinci qruplar üçün olan 20 sınaq kitabının tamamının izahlarını yekunlaşdırdıq. Hər birinizə uğurlar arzulayıram. Gələn videolarda görüşərik. Sağ olun.